Ne olacak bunlarla ha? Deyirəm, cavab vermək lazımdır. Cəlil Məmmədquluzadə Naxçıvan Dövlət Milli Dram Teatrı paytaxtda Sümük quşu tamaşası ilə tamaşaçıların görüşünə çıxıb. Hansı ecazkar qüvvəydi bizi böyüməyə yaşamağa qoymaq istəmədi? Kim idi? Kim idi ki, qəddarcasına bizi öz kiçiyimizi, öz uşağımızı yaşamağa qoymadı? O gözəl nağılı oyun kimi oynayanlar hara getdi? Mən bu əsərdə Şahzadə obrazını oynayıram. Şahzadə obrazının əsasən xüsusiyyəti kapitanın şüuru altında onun gəncliyi göstərilir. Tamaşa Bakı sakinləri tərəfindən maraqla qarşılanır. Hal-hazırda birinci hissəmiz sona çatıbdır və ümid edirəm ki, növbəti hissələrdə də Bakı sakinləri bizim bu tamaşamızı bu cür həvəs və maraqla izləyəcəklər. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Akademik Rus Dram Teatrının təşkilatı dəstəyi ilə ərsəyə gəlib. Tamaşanın quruluşçu rejissoru Mirqabil Əkbərov, quruluşçu rəssamı Araz Xudiyev, musiqi tərtibatçısı Əfsanə Şirəliyeva, rejissor assistenti isə Leyla Yağubova olub. Əsas rollara əməkdar artistlər Səməd Canbaxşiyev, Günay Qurbanova, Bəhruz Haqverdiyev, xalq artisti Şirzad Abutalıbov, aktyorlar Əlizamin Abbasov, Anar Eyvazov, Zakir Fətəliyev, Şəbnəm Qaybalıyeva, Uğur Nəsirli, Xəlil Hüseynov və Ələsgər Quliyev canlandırıblar. Belə dünyada yaşamaq səni bildirəcək. İşte isə niyə, nəyə görə, səbəb, nə üçün? Bu psixoloji, sentimental bir dram əsəridir. Burada baş qəhrəman olan kapitanın xəyalında canlanan obrazlar, şuur altında olan obrazlar səhnədə öz təcəssümünü tapır. Təbii ki, Naxçıvan Teatrının qastrol səfərləri bununla yekunlaşmır. Yaxın zamanlarda, irəliləyən aylarda 2026-cı il üzrə növbəti bizim qastrol səfərlərimiz var və bu ilk oldu. Bundan sonraki qastrol səfərləri isə təbii ki, mətbuatla bölüşəcək. Rəsmi qonaqlarımız da var idi, digər teatr xadimlərindən qonaqlarımız var idi və adi tamaşaçılar da təbii ki, oradaydılar. Bizi çox isti qarşıladılar və tamaşamız da çox uğurlu nəticə verdi. Ümid eləyirəm ki, bundan sonra da belə qastrol səfərlərinin sayı get-gedə artacaqdır. Biz Bakıya gedəcəyik, digər Azərbaycanın digər bölgələrində səfərlərdə olacağıq və təbii ki, digər Azərbaycan teatrlarını da Naxçıvan teatrında qarşılamaqdan məmnunluq duyacağıq. Çox yaxşı tamaşadır, yaxşı mövzuydu və mən açığını deyim, tamaşadan sonra müəyyən rəylər oldu. Məsələn, bizim oyunumuzla bağlı, rejissor oyunu ilə bağlı çox yaxşı fikirlər söylənildi. Yəni artıq bunu göstərir ki, Naxçıvan teatrı bugün təkcə Muxtar Respublikada deyil, ölkə səviyyəsində gedən mədəni proseslərdə inteqrasiya rolunu oynaya bilib, yəni inteqrasiya eləyə bilib və hazırladığı tamaşalar paytaxt səviyyəsində tamaşaçıların xoşuna gəlir.